İslam dininin nəzərdə tutduğu ayinlər toplumunun həm fərdi tərəfləri var, həm də ictimai. Fərdi tərəfi odur ki, mən özüm öz üzərimdə onları tətbiq edə bilərəm. Amma ictimai tərəfləri odur ki, mən artıq başqa insanların üzərində də məsuliyyət daşıyıram və onları da nəzərə almalıyam. Necə ki, namazlarda, məsələn, fərdi namazlar var. İnsan evində qıla bilər. Bunun bir maneəsi yoxdur. Hətta təşviq edilir ki, insan müstəhəb namazları evdə qılsın, Allahla öz arasında olan ibadət növü kimi onu inkişaf etdirsin. Ha belə namazlarda, cemaat namazları da yəni təkid olunub, insan heç bir səbəb və bəhanə olmadan sadəcə bu namazları tərk etməsi tövsiyə edilmir. İnsan gərək cemaat namazlarında da iştirak etsin. Çünki bu, ibadətin, namazın ictimai tərəfləridir. Orucluq da belədir. Orucluqda insan müəyyən əməlləri edir və Allahla öz arasında olan münasibətini düzəltməyə çalışır. Lakin orucluq təkcə budurmu? Əlbəttə xeyr, bu deyil. Orucluğun həm fərdi, həm də ictimai tərəfləri var. Mən məsələn özüm oruc tutmaqla, öz ibadətlərimlə, zikrimlə, Quran üzərində təfəkkürümlə özümü inkişaf etdirə bilərəm. Lakin əlavə olaraq ictimai məsələləri də nəzərə almaq lazımdır ki, bunun müsbət tərəfləri də var, mənfi tərəfləri də var. Mənfi tərəfləri nədir? Mənfi tərəfləri odur ki, bəzən olur insan oruç tutur, özündə bir yüksəklik, özündə bir xüsusilik görür və başlayır ətraf mühitə deməyə ki, məni əsəbləşdirməyin, məni qəzəbləndirməyin, başlayır insanlarla, ədanla danışmağa və yaxud insanlara diqqət etməməyə. Xeyr, yəni bu insanlarla münasibətdə mənfi nəticə formalaşdırır ki, insan bundan çəkinməlidir. Bir də var müsbət tərəfi. Müsbət tərəfi odur ki, insan oruç tutarkən və orucundakı əsas nəticələrindən biri, hədəflərindən biri təqvalı olmaqdır. İnsan bunun müsbət nəticəsini insanlara göstərsin. İnsanlara göstərməsin ki, mən acam, mən səhər tez durmuşam, mən indi acından ölürəm, susuzluğundan ciyərim yanır. Bunları yox. İnsan daha gözəl, daha xoş şeyləri insanlara göstərməlidir. O da ki, Quranı yaxşı tanıdıqda, Quranla aşina olduqda bunu bilməlidir. Və insan başqa insanlarla necə danışmalıdır, necə rəftar etməlidir, onlarla necə münasibət bəsləməlidir, münasibət qurmalıdır. Bəli, bunları da tətbiq etməlidir insanlara. Bəli, biz orucluqda adətən iftar məsələsini önə çəkirik ki, insan başqalarına yemək verməklə, ən bəsiti yemək verməklə gözəl bir savab, bir əməl qazana bilər. Lakin bəziləri deyə bilər ki, mənim imkanım yoxdur kiməsə iftar verim. Halbuki dinimiz onu deyir ki, hətta imkanın varsa bir xurma ilə belə kiməsə oruç tutmuş bir kəsə iftar versən, bunun da savabı var. Bəli, iftar vermək üçün təkcə önəmli deyil ki, sən bahalı bir süfrə açasan və başqalarını da dəvət edəsən. Xeyr, hətta bir xurma ilə belə, bir stəkan su ilə belə kiməsə iftar versən, Allah buna da savab verir. Hətta bunu edə bilərsinizsə, məsələn, başqa bir iftar məclislərində əyləşmişsiniz, heç özünüz yəni buna bir xüsusi bir zəhmət çəkməmişsiniz. Amma bir məclisdəsiz, iftar məclisindəsiz, görürsünüz ki, süfrənin kənarında xurma var, su var. Ən azından yanınızdakına mömin şəxsə, oruç tutmuş şəxsə xidmət edə bilərsiniz. Bir xurma, bir suyu qarşısına qoyub, onun oruç açmasında, iftar etməsində kömək edə bilərsiniz. Bəli, bu da savab bir işdir. Bu da bir xidmət növüdür. Lakin bu, Ramazan ayında olan əməllərin yalnız biridir. Bundan başqa, əgər siz oruc halında ki, artıq insan ibadət halındadır ya, biri var iftar etdikdə mən artıq iftarımı açdım və öz ibadət halımı tamamladım. Bir də var oruc ola nəzərə alaq ki, əlimizdə telefon və bu qəbir şeylərlə vaxt öldürmək üçün nəzərdə tutulan bir şey deyil Ramazan ayı. Ramazan ayı elə bir ilahi müasir dinlə desək kampaniyadır ki, bu ayda əldə olunan fürsətlər başqa ayda ələ düşmür. Xüsusilə bağışlanma diləməkdir, qədir gecələrinə önəm bəsləməkdir, Qurana önəm bəsləməkdir. Əgər biz bu oruc alında o
lütflərdən istifadə edə bilməsək, özümüzü bağışlatdıra bilməsək, daha başqa hansı ayda bağışlatdıra bilərik? Ona görə də mənim əzizlərim, əybi yox. Heç olmasa bir neçə saat oruç tuturuqsa, onun müəyyən bir halını deyək ki, müəyyən bir vaxtını deyək ki, ilahi, bu vaxtda mən sənin üçün, sənə xatir, sırf sənə xatir hansı əməlləri edəcəyim. Və bunu etdikcə insan özündə həm immunitet yaradır, həm də növbəti mərhələlər üçün ilahi lütflər əldə edir. Allah Teala bizi buna müvəffəq eləsin. Allah Teala bizi Ramazan ayında olan xüsusi inayətlərə qarşı qəflətə düşənlərdən qərar verməsin. Allah əməllərinizi qəbul etsin. Amin.